17 yaşlı Bahar Mustafazadə beynəlxalq ali təhsil sahəsində uğura imza atıb. O, 13 fərqli ölkənin 32 universitetindən qəbul alıb. Bununla yanaşı, Bahar 9 universitetdən müxtəlif həcmli təqaüdlər qazanaraq yüksək akademik göstəricilərini təsdiqləyib. Qəbul aldığı ali təhsil müəssisələri arasında dünyanın nüfuzlu universitetləri də var. Gənc istedad əldə etdiyi nəticələr barədə isə İTV xəbərə danışıb. Əvvəl bu qədər çox nəticə gözləyəcəyimi təbii ki, təxmin eləyə bilmirdim. Çünki mənə görə etdiyim iş, çalışdığım dərslər hər kəsin etdiyi qədər idi. Yəni, əlavə bir şey etdiyimi çox düşünmürdüm. Amma saylar get-gedə artdıqca fikirləşməyə başladım ki, necə oldu ki, məndə bu qədər çox oldu. Və bunun da nəticəsini aktivliyimdə tapdım. Belə deyim, nəticəni görəndə çox sevinmişdim, inana bilmirdim. İlk nəticəm gəlmişdi Dubaydakı universitetlərin birindən. Daha sonra isə davamı gəlməyə başladı.